məlumat verərdinizsə tələbələrə? Həsadları barəsində çox gözəl sualdır. Yerində olan sualdır. Mən o bir dərslərimizdə sizə məlumat vermişəm. Donuz əti müsəlmanlara niyə haram buyurulub? Bəziləri belə məlumat yayır ki, 7-ci əsrdə və yaxud əsrin bura dəxli yoxdur. Ərəbistanda çox isti olduğuna görə, donuz əti də tez qurtladığına görə yemək haram buyurulub. Yəni insan sağlamlığına ziyan olduğu üçün. Amma əsas bizim bilməyimiz ona görə lazımdır ki, donuz ətinin, donuzun, heyvanın özünün, donuzun və qabanın da. Qaban meşə şəraitində yaşayandır, vəhşidir. Amma donuz ev heyvanı kimi, inək, toyuq-cücə kimi çox adam onu saxlayır. Yəni donuzun ətinin, donuzun özünün DNK-sı, bütün iç orqanları, daxili orqanları insan orqanına yaxın olduğuna görə bizim Peyğəmbərimiz neçə əsr bundan qabaq haram buyurub. Ona görə də qanibalizmin qabağını almaq üçün. Qanibalizm də bilirsiniz ki, insanın insan əti yeməyidir. Bu bir xəstəlikdir, bunun üçün çox məşhur bir filmlər də var, hətta Oscar almış filmlər də var. Baxarkən özünüz şahid olacaqsınız ki, neçə əsr bundan qabaq, neçə əsrlər bundan qabaq deyilən söz indi 21-ci əsrdə öz əksini tapıb. Yəni insan donuz əti yeməyə meyilli olan insan əti yeməyə meyilli olur. Bu da qanibalizm xəstəliyinin yaranmasına səbəb olur. Ona görə də gənə bizim dinimizin ayinliyi, ucalığı ki, bizim dinimizdə bizdən başqa yevreylər də yemir donuz ətini. Amma elə ölkələr var ki, donuz əti idxalına görə birinci yerdədir. Yevreylər Meksika, İtaliya, yevreylər də yemir, deyir. Səbəb nə olub onlar? Yemirlər, istəmirlər, türklər də yemir və heç bir məhsullarında, hətta Türkiyənin bir çox məhsullarında donuz piyindən, donuzun yağından, bilirsiniz ki, məişətdə istifadə edilir, jelatinlər donuzun xıryaşından, heyvanların sümüyündən alınır, amma hansı ki, jelatinlərin üstündə, qatlaşdırıcı maddələrin üstündə halal qraması varsa və yekə hərflərində halal yazılır ki, orada heç bir məhsulumuzda donuz əti, piyi məhsulu yoxdur. Ona görə alqışlayıram, hansı ki, istifadə eləmirlər. Bir sözlə bizim çox bir ağır xəstəliyə düçar olmaqdan qarşınızı alırlar. Qanibalizm çox ağır xəstəlikdir. Deyim ki, yoxdur, var. Dünyanın bir çox yerində bəzi bu ağır xəstəliklər olduğu kimi o da var. Amma bizim, yenə deyirəm, dinimizin aliliyi, ucalığıdır ki, bizim müsəlman millətinə haram buyurulub. Deməli, bir də sual verəcəm. Bu ən baha satılan donuz piyisi var ha? Bəli. Donuz piyisi, o da şamil edilir bu həsadlara? İstəyirsiniz donuzlu kaputasını yiyin, istəyirsiniz bulaq başı. Məsələn, mən Gürcüstanda, bazarda, Tiflisdə bazarda donuzun başının satıldığını görmüşəm. Donuzun qulaqları delikates sayılır, yanaqları, otun balığının yanaqları kimi şokaları delikates sayılır. Hər bir, hətta bir başının tükü də haram buyurulur bizə. Çünki insan qətiyyən olmaz. İnsanın bütün daxili iç orqanları və dış orqanlarından hamısına eynidir. Yəni, laboratoriyaları, həkimlər hər hansı bir dərmanı sınaq eləyəndə birinci donuzun üstündə sınaq eləyirlər. Çünki insanın birə-bir də eynisidir. Təşəkkür edirəm.